Uşaq dalaşanda və oyuncaqları əlindən alanda necə reaksiya vermək lazımdır? Uşağın dalaşması tamamilə təbii bir haldır. Amma böyüklər uşağa kömək etməli və fiziki təsir əvəzinə söz tapmağı öyrətməlidirlər. Burada uğura hansı amillər təsir edəcək? Birincisi, böyüklər özləri mübahisədə və ya tərbiyədə fiziki gücdən arqument kimi istifadə etməməlidirlər. Əks halda uşağa dalaşmamağı öyrətmək cəhdlərinin hamısı uğursuz olacaq. İkincisi, unutmayın ki, sosiallaşma bir prosesdir, yəni buna vaxt və müəyyən qədər təkrar lazımdır. Bir dəfə danışandan sonra uşağın hər şeyi anlayıb yadda saxlayacağını və bir daha belə etməyəcəyini gözləməyə dəyməz. Üçüncüsü, uşaq sakitləşəndə və emosional olaraq təsirlənməyəndə onunla danışmaq vacibdir. Əvvəlcə emosional yanğını söndürürük, sonra baş verənləri və necə davranmaq olardı, onu müzakirə edirik. Hər bir hərəkətin arxasında hansısa bir ehtiyac dayanır. Uşağa kömək edin ki, həmin anda nə istədiyini başa düşsün. Oynamaq istəyirdi. Özünü qorumaq istəyirdi. Bəlkə də acıb və yorulub. Əgər dava düz gözünüzün qarşısında baş veribsə, əvvəlcə sözlərlə deyin, davanı bəyandırın. Əgər bu kifayət etməzsə, uşaqları mümkün qədər tez ayırmaq lazımdır. Məsələ ondadır ki, onlar hələ zərbələrinin gücünü ölçməyi bacarmırlar və bir-birlərinə ciddi zərər vura bilərlər. Uşaq oyuncaqları əlindən alanda da davadakı kimi eyni qaydada hərəkət edin. Uşağa başa salın ki, başqasının əşyasını yalnız icazə ilə götürmək olar. Əgər uşaq oyuncağı icazəsiz götürübsə, onun geri qaytarmasında israr edin. Açıq ovucunuzu uzadın və deyin, bu bizim oyuncağımız deyil. Onu qaytar. Oyuncağı onun əlindən zorla almayın. Oyuncağı qaytarmaq lazım olduğunu təkrar etməyə davam edin. Onun bunu özü etməsini gözləyin. Ona təşəkkür edirəm. Vacibdir ki, bu qayda əks istiqamətdə də qorunsun. Əgər uşağınız bölüşmək istəmirsə, imtina etmək hüququ var.